Niyə? Demək olar ki, hər millətin, hər xalqın mifologiyasında yer və göy tanrısı var. Səbəb çox sadədir. Uşaq olarkən elə fikirləşirdim ki, yerin altında əcaib varlıqlar var və o əcaib varlıqlar insana zərər verəcək varlıqlardır. Ona görə yerin altından qorxurdum. Amma göyün üzü mənə daha duru gəlirdi. Yəqin ki, bizim yerin altını qaranlıq bilməyimizdən oradakı varlıqların qaranlıq olduğunu düşünürük və göyün üzü daha işıqlı olduğundan oradakı varlığın daha yaxşı, daha işıqlı olduğunu biz fikirləşə bilirik. Və mən düşünürəm ki, insan psixologiyası ona dəyərli bir şey verən, bir qüvvəni, bir enerjini gördükdə onu artıq tanrılaşdırmağa ehtiyac duyur. Çünki onu tanrılaşdırsa, onun daim orada olacağını və o istəyərkən ona daim o şeyi verəcəyini fikirləşir. Məsələn, bu mövzunu belə aça bilərik. Torpağın əkinə yararlı hala gəlməsi üçün kifayət qədər yağış yağmalıdır. Yəni, yağış yağmasa torpaq əkinə yararlı hala gəlməz və bizə nemət verə bilməz. İnsanlar da bunu görüblər. Görüblər ki, yağış yağdıqda bunların nemətləri, yəni torpağa əşliklər daha çox bar verir. Və insan üçün də ən dəyərli olan şeylərdən biri də nemətdir. Və insanlar o nemətin bir qüvvənin verdiyini fikirləşərək artıq bir-biri ilə qarşılıqlı əlaqədə olan bir tanrı yaratmağa ehtiyac duyublar. Və bunu da mifologiyada yer tanrısı və göy tanrısı adlandırıblar. Yaxşı, bəs səmavi dinlərdən öncə həmin o ərazilərdə mövcud olan çox tanrılar necə oldu ki, vahid bir yığcam bir tanrıya dönüşdü? Birdən-birə tanrı özünü göstərməyə ehtiyacını duydu? Yox. İnsanlar Tanrının qüdrətini daha da artıraraq onu vahid bir varlıqda, vahid bir enerjidə, qüvvədə cəmlədilər və beləliklə tək tanrıçılıq, yəni vahid bir tanrı yarandı səmavi dinlərdə.